Dolana bilmirik. Bu cəmaata pul verir, cəmaat otursun evdə də qalır. Dövlətdən istəyir ki, qaz pulu, iş pulu dayandırılsın, kommunal xərclər dayandırılsın. Cəmaata heç olmasa bir 500 manat pul verilsin ev başına. Və cəmaat nəylə dolansın? Deyirlər evdə qal, çölə çıxma. Cəmaat neyləməlidir, nəylə dolanmalıdır? İş yer dayanıb, otururlar evdə, mənim oğlum Masmoyda işləyir. 2 sahibkarla məşğuldur, pal-patala verirlər. İndi iş dayanıb, qalıb evdə oturub, 3 də balası var. Dolana bilmirik. Gündəlik çörək pulu tapa bilmirik. Xahiş eləyirəm, yuxarı təşkilatlara məlumat verəsiniz ki, cəmaat nəylə dolanmalıdır? Cəmaat qal püskünə. Olmasa minimum əmək məbləğində, məsələn 500 manat miqdarında pul versə hər evə. Onda cəmaat elə ki, dolanlarda baxma. Heç olmasa bir yüngül var da olsa cəmaat ərzaqla təmin olunar. Belə getsə uzağa gələn aya heç virus çatmasa da qırılacaq da cəmaat. Amma gündəliyə işləyən adamlardır, burada yaşayanlar. Hamısı kasıb insanlardır. Gündən muzdluq işləyən adam 10 manat məsəl üçün qazanıram. Onu da gəldim verirəm qaz, su, işıq. Bəs mən yeməyim, içməyim, ya mənim... Heç onu da qazanmışsın? Heç onu da indi qazanmıyorum. Bir aydan çoxdur dayanmışıq. Evdəsiz? Hə, evdəyik, dayanmışıq, iş yoxdur. Bizə deyirlər, oturun evdə. Dövlətin yəni qoyduğu qayda qanuna riayət edirik. Mən də indi çıxıb pul qazanmaq istəyirəm, amma ki başqaları... Mən İraq olsun, xəstəlik tutaram, keçirdərəm ondan ona alınmır. Biz də qalmışıq belə. Dövlət xahiş edirik bizə nəsə bir köməkli yardım eləsin. Biz evdə 1 ay qalacaq, 2 ay qalacaq, nə qalarıq? Bizə heç olmaya ən azından yardım eləsin. Yardım eləsin ki biz də dolana bilək. Mən indi bugün pulumuz var, yeyirik. Səhər qutarsa nə edəcəyik? Dövlətdən 1 manat pul almırıq, eləmirik. Tək ya. Pulum var ki, dükanlara borc. Yoxdur. Pulumuz var, yeyirik. Heç o borcu da verən yoxdur. Artıq borclar. Borcu da verən yoxdur. Dükanlara borclanır. Allah bir dənə yox. Arada sırada borclanırdım. Qorxumuzdan da onlar da vermirlər. 400 manat dükana... Valla vermirlər. Ayım nanayam. 2 dənə qız uşağı var evimdə. Məktəbə gedən uşaqlar. İndi tatildir, xəstəliyə görə buraxılıb. Nə yesinlər oğlum? Nə qədər ot verim onlara yesin? Dövlətdən təkliflər. Dövlətdən təklifim odur ki, sənə qurban. Prezidentimə özüm şəxsən müraciət edirəm. Bir ana kimi, bir bacı kimi bizə yardım eləsin. Bizə bir bu virus ilə əlaqədar bizə heç olmasa evdə qalmağımızla əsas bizə biraz heç olmasa maddi köməklik eləsin. Kompensasiya ayırsın. Mən bu kiraya qalıram, sənə qurban, evim deyil. Körpə uşaqlarla, körpə qız uşaqları ilə prezidentimə müraciət edirəm şəxsən bir ana kimi. Mənə yardım eləsin. Mənə yox, ümumi analara, evdə qalan xəstələrə, qocalara, işə getməyənlərə, hamımıza maddi yardım göstərsin. Yollarımızı düzəltsinlər. Maşın məsəl üçün qonağımız gəlir, maşın qorxusundan buranı düşmür. Deyir, bura deyir, mən deyir sürüşərəm, aşaram deyir, düşərəm akorta. Əsas var qardaş, yoldur, görürsüz yoxdur. Kanalizasiyadır, yoxdur. Yəni, belə də sudur, həftədə 2 dəfə gəlir. Yəni, problemlər çoxdur. Biz xahiş edirik ki, dövlət başçısından bizim şikayətimizi nəzərə alsın. Bizə də bir güzaran qurmaq lazımdır. Burada yaşayanlar da insandır. Dövlət deyirlər ki, kompensasiya ayrılmalıdır. Hər bir ailə üzvünə 250 manatdan. Bizə oturmuşuq evdə, heç bir hələ bir tədbir görmürük də. Yəqin ki, dövlət başçısı nəzərə alıb nəsə bir qərar çıxarmalıdır. Videolarımızı vaxtında izləmək istəyirsinizsə, YouTube kanalımıza abunə olun.